Salam əziz 11-cilər və məzunlar. Hər birinizə ikinci blok imtahanında uğurlar arzu edirəm. Deməli biz sürət qrupumuzdan ilk dərsimizə başladıq. 6-cı günə ilk dərsimiz olacaq və dərsin adına 1-2-ci Qarabağ müharibəsi, Qarabağda quruculuq işləri mövzumuz olacaq və bu hissələrdən ən azı 1-2 sual imtahana düşür. Biz mövzuların səs izahını qrupa göndərdik ki, şagirdlər asan formada öyrənə bilsinlər, hansı hissələri əsasdır onları öyrənsinlər. Daha sonra xəritəmizi qrupa atdıq ki, xəritədən istifadə etsinlər, çünki xəritə sualı düşür mütləq. Eyni zamanda bir dənə ümumi sınaq model test tarix sınağı göndərdik qrupumuza. Biz hər dəfə həm hansı ki mövzunu sual cavab edirik, həmçinin də bir dənə ümumi sınaq işləyirik. Bu ümumi sınaq mütləq timin sınaqlarından və yaxud da əvvəlkilərin qəbullarından biri olur və eyni zamanda xüsusi qeydlərimizi qrupa yönləndirdik. Siz də bu formada hazırlaşmaq istəyirsinizsə, asan formada həm dərslərin izahları olsun, həm xəritə olsun, həm ümumi sınaq işləyəcəksiniz, həmçinin dərslə bağlı xüsusi qeydlər olsun və bunları əldə etmək üçün mütləq sürət qrupumuza qoşula bilərsiniz.